Hamını salamlayıram, hörmətli dostlar, izləyicilər. Hər vaxtınız xeyir olsun. 27 may 2026-cı il dünya müsəlmanları üçün çox özəl bir gündür. Bugün Qurban Bayramıdır. Bütün dünya müsəlmanlarının Qurban Bayramını təbrik eləyirəm. Bütün Azərbaycanlıların, Türklərin və digər müsəlman ölkələrin Qurban Bayramı mübarək olsun. Bura Alanya'nın Qarqıcaq məhəlləsidir, Qarqıcaq rayonudur və bu ərazidən biz hər gün dənizə gedirik. Bugün də dənizə gedəcəyik. Artıq dənizi sezonu açmışıq. Bir həftə əvvəl video çəkmişdim. Amma onda suya girməmişdik. Artıq suya da girmişik. Suyun hərarəti də normaldır. İnsanlar çoxdur. Sona kimi izləyin. Dənizdə nə qədər adam olduğunu görəcəksiniz. Ora Titan Otel'dir. Bura isə Plumeria Mall'dur. Uzun illərdir bura var. Yuxarısı restorandır. Aşağısı balaca mall. Sol tərəfdə isə Migros Market var. Bura dənizə gəlmədən öncə girib bəzi şeylər ala bilərsiniz. Özünüzə lazım olan şeylər. Bu tərəfdə yaşayış kompleksidir. Və burada isə eski adı Dinler Otel, indiki adı Kırbıyık Resort Otel'in binası burada yerləşir. Və əziz dostlar, buradan qarşıya keçmək üçün yeraltı keçid var. Keçən videoda göstərmişdim. İndi isə yeraltı keçiddə keçəcəm, amma yuxarı hissəni sizə göstərəcəm ki, maşınla gəlmək istəyənlər orada maşını harda və necə park edə bilərlər. Havanın temperaturu isə 27-28 dərəcəyə qalxıb artıq. Və tam demək olar ki, sezon açılıb, dəniz sezonu, rahat şəkildə dənizə getmək olar. Bunu niyə görə deyirəm? Çünki bir neçə gün yağışlı, tutqun havalar oldu. İndi isə baxın, günəşli və gözəl hava, hər yer yaşıllıq. Çoxlu turistlər gəlir, otellər demək olar ki, dolmaq üzrədir. Yeraltı keçid, baxın, o hakimlər sitesi yazılan yerdədir. Titan Otel yazısının altında. Oradan yeraltı keçid. Bir gözəlliyə baxın əziz dostlar. Yaşıllıq, güllər, çiçəklər, ağaçlar, palmalar. Və mən yolu buradan keçdim. Özəlliklə Alanya'da maşın yolu keçəndə çox diqqətli olun. Çünki burada yol verilməyə bilər. Bu isə otellərin ərazisidir. Qarşı tərəfdə Gold City'nin, burada Kırbıyık, Titan Otel'in və s. Onlar yan-yanadır hamısı. Buradan ağaçların gözəlliyinə baxın. Yarısı beyaz, yarısı çəhrayı rəngdə açıb. Çox qəşəng yol boyu. Bu tərəfdə isə palma ağaçlarıdır. Əgər siz bu çimərliyə bu tərəfdən gəlirsinizsə, çox təbii ki, bu tərəfdən gəlməlisiniz. Maşın yolları buradandır. Maşınla bu tərəfdən gələcəksinizsə və ya ayaqla oradan yolu keçsinizsə gəlirsiniz. Və baxın, burada dəmir nərdivanlarla aşağı düşə bilərsiniz. O tunelin çıxışıdır. Oradan bu yol sizi dənizə aparır. Əgər maşınla gəlirsinizsə, qarşıdan sağa, orada artıq görürsünüz. Yuxarıda da maşını park edə bilərsiniz və ya aşağıda park hissə var. Orada maşınları park etmək mümkündür. Mən indi ayaqla nərdivanları düşürəm. Və baxın, bu nərdivanları düşdük. O tərəfdən gələnlər isə bu tuneldən, yeraltı keçiddən istifadə edə bilərlər. Və gəlirik, çıxırıq mənim ən xoşladığım yola. Keçən videoda baxanlar görüb, baxın, sol, sağ, çəhrayı çiçəklər. Və indi görəcəksiniz çimərlikdə nə qədər insan var. Və əziz dostlar, üzr istəyirəm, baxın, çimərlikdə bura Titan Otel'in kafesidir, yemək saatıdır. Burada da müştərilərə yemək təklif olunur. Baxın nə qədər adam var. Dünən bir yazıda oxudum ki, Antalya otelləri artıq %100 dolub. Bu isə Damla sitesi, hakimlər sitesinin ərazisidir. Qarşıda digər sitələrin şəmsiyələri var. Belə. Bayram günləri olduğuna görə Türkiyənin digər vilayətlərindən, şəhərlərindən də çox insanlar Alanya'ya gəliblər istirahətə. Antalya, Alanya Türkiyənin turistik zonasıdır. Daxili və xarici turizm burada çox inkişaf edildiyinə görə hamı bu əraziləri üz tutur. Küçələrdə artıq başqa regionların nömrələrini, maşın nömrələrini görə bilirik.
Antalya 07-dirsə, biz də Alanya Antalya'ya aid olduğuna görə bizdə 07-dir. Amma bayram günlərində burada müxtəlif 01, 34 İstanbul, 01 Adana, Ankara 06 və s. Konya'nın digər bütün hər yerdən bura axın maşınlar gəlir. Və 27 maya olan Qarqıcaq çimərliyi. Bugün əziz dostlar, dənizdə demək olar ki, dalğa yoxdur, çimənlərin də sayı çoxdur. Və hər tərəf demək olar ki, doludur. Bəli, çox gözəl ab-havadır, çox gözəldir. İnşallah heç vaxt dünyada müharibələr olmasın, xəstəliklər olmasın. Hər zaman insanlar belə gözəl istirahət etsinlər. Bütün Azərbaycanlıları, hamını bura dəvət edirik. Buyurun gəlin, ev, mənzil, villa sahibi olmaq istəsəniz əlaqə saxlayın. Kiralıqlarda da kömək edə bilərəm. Müraciət eləyin. Bir daha hamını Qurban Bayramı münasibətilə ürəkdən təbrik edirəm. Neçə belə bayramlara çıxasınız. Sabah da Azərbaycanın milli müstəqillik günüdür. 28 may 2026-cı il sabah və inşallah o vaxtda da ayrıca video çəkərik. Sağ olun, var olun, gələn videolarda görüşənədək.